Gündüz nə qədər düzgün yeyib idman etsək də, melatonin yüksəlməyəndə kortizol hormonu düşür. Səhərlər pikə qalxmır. İnsulin düzgün konsentrasiya oluna bilmir. Yuxusuzluq arıqlamaqla nə əlaqəsi var deyirsinizsə, videonu sona qədər izləyin. Yuxusuzluq varsa, onda səhərimiz də zəif olacaqdır. Yəni təsəvvür edin ki, bədən böyük bir fabrikdir. Gündüz enerjini istehsal edir, gecə isə təmir edir, yerinə qoyur. Arıqlamaq isə ən çox gecə təmir prosesində baş verir. Düşünün, siz yatırsınız, amma çəkiniz gedir. Əgər gecə təmir vaxtı problem varsa, fabrik ertəsi gün yorğun oyanır və məhsuldarlıq da düşür. Yəni gündüz nə qədər düzgün yeyib idman etsək də, gecə fabrik işləmirsə, təmir getmirsə, nəticədə yavaşlayacaqdır. Melatonin yüksəlməyəndə kortizol hormonu düşür. Səhərlər pikə qalxmır. İnsulin düzgün konsentrasiya oluna bilmir, düzgün balanslanmır və bunun nəticəsində yağ yandırmaq yox, yağ depolamaq rejiminə keçir. Stressə qarşı özünü qoruyur. Bu zaman çəki itməsi də azalır. Yəni pəhriz və idman gündüz komandadadırsa, axşam çəki üzərində effektiv qələbə qazanmaq istəyirsinizsə, yuxunuza nəzarət edin və unutmayın ki, heç bir ödəniş tələb etməyən sağlam yuxu, sağlam qidalanma, bol fiziki aktivlik və bol-bol maye qəbulu ilə, su qəbulu ilə siz artıq çəkiyə qalib gələ bilərsiniz. Özünüzdən müğayət olun və düşünün ki, bu mesajı başqalarına göndərməklə həmçinin faydalı olacaqsınız. Sağ olun.